baş sponsor Unibank. Xüsusi sponsorlar Azərbaycanın kolası Buz Kola, Linux Forte, Halal Nemət Min Bərəkət, Rossmann, sərfəli qiymətə Alman keyfiyyəti, Bay Hollywood, Alfa Xrom, arıqlamaq üçün qida əlavəsi. Alqışlara bax Elxan. Qaqa bəndədir, sənə deyil. Hə, mənə deyil. Onda məni alqışlayın, xahiş edirəm. Elxanı alqışlamayı lazımdır. Ehtiyac yoxdur. Mən evdə alqışlanıb gəlmişəm. Deyirlər, gülüş insanın ən ucuz, amma ən təsirli dərmanıdır. Bəzən bir zarafatın etdiyini nə uzun söhbətlər, nə də ki, hansısa nəsiyyət edə bilmir. Amma yumorun bir vaxtı var. O da hər bazar günü saat 20:00. Əziz xanımlar və cənablar, Unibankın baş sponsorluğu ilə Zarafat bir yana başladı! Bugün düşündük ki, biraz fərqli eləyək və 2 qonaq çağırdıq. Həm də fikirləşdik ki, qonaqları bir-bir çağırmaqdansa, ikisini birdən çağırıq, əldən çıxsın. Sosial mediada səs-küyə səbəb olan 2 nəfərə idmançı, bloger, aktyor, rejissor, sosial şəbəkədə böyük izləyiciləri olan çox istedadlı insanlar. Şükran Soltanov və Ramin Hacıyev. Göründü gedə bilər. Ramin ayaq üstə dayanmaq istəyir. Göründü də gedə bilər. Gedə bilər. Orada qədər danışmışsın. Şükran deyir ki, Ramin göründü, gedə bilər. Axır ki, arzuladığım verişə gəldim. Tam ciddiyəm, çok istəyirdim bu verişə. Valla. Biz Elə bugün verişlər başıma ləzzət edir. İstəyirsən gəlməni. arzular Çin olsun Çin inşallah. olsun inşallah. Çox sağ olun. Və bu gün sizin arzunuz Çin oldu. Biz çox xoşbəxtiyik ki, belə bir sizin istəyinizi biz yerinə yetirə bildik. Düzdür, Nicat? Ciddi danışsan, yoxsa sarkazm girir get. Yox. bu insanlar həyatda dostlar və bir-birlərindən ayrı qala bilmirlər. Hə? Qala bilirik, niyə qalmır? Doğrudan. Hə? Ramin. Şükran nə deyir Ramin? Deyir, qala bilirik. Özü qalırıq. Mənə bax, mən bir şey var. Siz bir evdə yaşayırsınız, yoxsa necə? Yox hələ. Yox hələ. Hələ Hələ. düşünürük. Hələ düşünürük. Hələ tez birimizi tanımağa çalışırıq. Gözlənir də yəni. Hər şey ola bilər. Çox pis məcrə fırlayırsınız, ha söhbəti. Valla 10 ildir tanışsınız, məncə bir evdə qalmağın vaxtıdır. Məsələn, Elxan 2009-dan. 2009-dan hətta. Bəli, 2009-dan Hətta. tanışıq münasibətimiz var. 2000. Sonra yavaş-yavaş münasibətimiz qardaşlıq, dostluğa çevrildi. maşallah. Bax, biz Elxanla bir evdə yaşayırıq. Hə. İndi ayrılmışıq. Özünü doğrulsun. Yox, lağlaq eləyirsiniz, 5-6 kişinin evdə qalmaq, Sən amma... fikir vermə, sən fikir vermə, həbbət şunda olur. Yox, ciddi deyirəm, Rusiyyətdə bir də görürsən, uşaqlar var ki, gedirlər bir yerdə, bir otaqda qalırlar, işləyirlər də. İndi biz də qardaşla bir otaqda qalıb Məncə, işləyirik. hə, daha da maraqlı Bazara olur, senarilər yazırsan, fikirlər, ideyalar gəlir. Dostlar, xoş gəlmisiniz. Sağ ol, sağ ol. Şükran, Bəli. məşqdən çıxıb gələn oxşayırsan. İkinci məşqimi eləyib gəlmişəm. Mən birini hər zaman evdə eləyirəm ki, Evdə həm də pulları qaldırsan, yoxduysan ki. yox, pul evdə deyil. Pul o Demə. Kravatın Rami, sən idman eləmirsən. Sən Şükranla siz bir yerdəsizsən. Məncə sən Eləmirəm, mən idman həvəsim yoxdur. həvəsi yoxsun. Vallahi, Zala bunu salamırsan. Tam səmimi Yox, deyirəm. yox. Hər ailədə bir nəfər olmalıdır idmançı. Rami demək kimi ürəyə işləyir də. Hə? Vallahi elə qorxuram çətin suallardan. Tam səmimi deyirəm. Yaxşı sual. Yox, elə yox. Mən yanındayım. Elə yox, biz necə? Sualın özü yumor doğurur da. Onun cavab vermək yumordan daha çətin olur. Nice. Məcbur ciddiyə girişsən, ciddi də o deyil. Mən hamıya deyirəm ki, bu verilişə baxmaq daha asandır. Əlbəttə ki. Gəlin verilişin qayda-qanunlarını mən izah eləyim. Deməli, bu gözəl gənclər sizə suallar verəcək. Siz o suallara cavab verəcəksiniz. Verilişin sonunda səmimiyyət faizini ölçəcəyik. Əgər gözəl gənclər düşünsə ki, siz qeyri-səmimisiniz, sizə qırmızı işarələri qaldıracaqlar. Əgər səmimisinizsə, göy işarələri. Göy işarələr çox olsa, Nicatla mən ödəyirik bütün hesabı, bütün masaların hesabını biz ödəyirik. Yox, əgər qırmızı çox olsa... Şükran ödəyir.
O da ola bilər. Variant kimi hə, o da ola bilər. Əsas məsələ, hansısa suala cavab vermək istəməsəz, misal üçün sizə xanım bir sual verib, siz də o sualı cavablandırmaq istəmirsiniz. Siz həmin masanın hesabını bağlamalısınız. Bəli. O masanı. Mən hamısına cavab verəcəm. Belə ki, pul problem deyil də, maşallah. Sən yox, Şükran, sən mən iləri tanıyırsan, sən bilirsən ki, mən hamının pulunu sayan bir oğlanam. Şükran da verilişə gələndə mənə acıq verir. Çünki getdi özünə saç əkdirdi. Düzdür, mənə də dedi, təklif elədi. Mən getmədim. Saçım mübarək olsun. Sən demə mən saçım ağarmış, xəbərim yox imiş. Uzun gizlənib tüklər arasında. Sayla neçədə nədir? Onun başı deyirlər. Sayla, hardasa bir 6500 tük əkdilər. O şey deyil, nə əkirsən 1 manat. Ondan deyil. Belə elə də, nə əkirsən Nə bir əkirsən 1 manat, nə alırsan 1 manat, o oxşar. Siz uzun illərdir Elməttin Cəfərov ilə birlikdə çalışmısınız. Amma hal-hazırda Şükran Sultanova ilə bərabər çalışırsınız. Mən bilmək istəyərdim sizin inkişafınıza və karyeranıza daha çox töhfə verən kim olub? Şükran Sultanov yoxsa Elməttin Cəfərov? O vaxt mən düşünürəm ki, mən nəsə də yığıb eləmişəm ki, mənlə çalışsınlar. İndi isə mən Şükranla çalışıram. Əvvəl biz bir yerdə çalışırdıq Elməddinlə və bütün kollektivlə. İndi mən Şükranla çalışıram. Necə izah elədim bilmirəm, başa düşdünüz yoxsa yox. Mən başa düşdüm. Amma Tam yenə yox. də tövfiyə qalsa, mənə gəlir ki, hər adamın özündən asılıdır da. Kimlə işləmək deyəndə hoppalıdır da canına ki, sən onunla çalışsan daha uğurlu olar yoxsa yox. Belə bir ortada bir cavab verdim sizə. Ramin abi Bilmirəm, şey qane elədim 20'ni yoxsa, kazandırar. Tabii qane olmaz. Onda 20'ni götürərsən. İndi isə özü Yox, tam səmimi deyirəm valla. Çox sağ ol. Yəni, mənim kimləsə də çalışmağım mənim özümdən asılıdır və uğur kimlə qazanacaqsa mən özüm görməliyəm. Mən artıq 5 yaş, 10 yaşında normal yaş. Göçür aşağı. Yox, normal öz fikrini deyirəm. normal yaşım var. Yəni mən artıq bilirəm kimlə necə çalışmaq lazımdır ki, uğur olsun. Sual oydu. Sual oydu, amma tam yəni konkret cavab ala bilmədim. Rami, tam danış. Əgər mən Şükrana və bizim işimizə bir qatqı qatıb xeyir verirəmsə, deməli mən o işdə varam. Mən nə vaxtsa da qatqı qatmayacağam, hansısa da bir o işimizə xələl gətirəcəm və xeyir verməyəcəmsə, mən mütləq ki, oradan uzaqlaşıb başqa iş görməliyəm. Və onu da eləyirəm bütün həyatı bu ərzində. Sual o deyildi. Sizin gələcəyinizə və inkişafınıza, karyeranıza daha çox töhfə verən hansı olub? Bax xanım, belə deyim. Ramin öz həyatında qurduğu proyektlərdə özü qərar verib. Yəni siz buna şərik kimi baxın. Düz başa düşdüm? Bəli. Yəni mən Nicatla şərik kimiyəm. Ramin Elməddinlə şərik olub. İndi Şükranla şərikdir. Mən rejissoram. Buradan deyim. Və mən çəkəcəyim hansısa bir aktyoru mən seçirəm və elə olub ki, hətta aktyor olmayanı da seçib, onu çəkib bir seriala mı, reklama mı bilmirəm, indi film çəkməmişəm. Ümumiyyətlə seriala hansısa bir aktyorları üzə çıxardıb ona uğur qazandırmışam. Və bu mənim lovğalığım deyil, bu mənim işimdir. Xanımın sualını indi bir də Azərbaycan dilinə lap loru tərcüməsini eləyim. Xanımın dediyinə görə sualında nədir? Deyir, harada daha çox pul qazanmışsınız? Elmətdin yanında yoxsa Şükran? Onu mən dedim də, mən hər yerdə pul qazanmışam. Düzdür? Yox, amma ən çox töhfə verən kim olub, hansı olub? Yəni birini seçməlisiniz. Rami, qısa konkret. Qadam, O indi vaxt daha çox pul Şükrandır. qazanıldı, yoxsa Əlbəttə ki, indi? yox, həmişə qazanmışam. Bilirəm, daha çoxdan söhbət Çox nəyə deyirsiniz? Ən çox yəni hansından xeyir görmüsünüz? Çox nəyə deyir? Xeyir görmüşəm. Əy. Hər zamanında özünün bir xeyri olub. Devalvasiya var, inflyasiya var. Valla bu dəqiqə mən Oturub Şükranla hesablayabilirik. işləyirəm və mən Şükranla işləməm çox komfortludur və qazançlıdır. Mən çox sevinirəm ki, onun işinə bir qatqı qatıram, biz bir yerdə uğur qazanırıq. Mən sizə deyim ki, Şükran yeganə bəlkə də adamdır ki, o məni öz komandasına qatıb. Bax, belə mağazin verişlər olur. Demək istəyirəm ki, Elmətdən komfortlu olmayıb işi. Nə olub? Bəs dedim axı hamısının öz zamanəsi olur. Olub. Mən diskomfort olan yerdə işləmirəm. işləyiblər. Amma Ramini düz deyir, sosiala mən dəvətlədim. Bəli. Yığdım, Ramin dedim ki, Ramin, belə bir o vaxt bizim obrazımız var. Gəl onu canlandırar. Bu insan narahat olduğu bir şey oldu. Dedi, bax, mən sənə bir söz deyim. Mənim artıq evlatlarım böyüyüb. Mənim yaşım başım var. Mən oxuyuram Mən Ramini yaxşı kommentləri. tanıyıram. Bax, çəkərik. Birdən pis komment gəlsə, mən bu işdə yoxam. Dedim, inan mənə. Yəni, mənə güvən. Mən sizin Flaşki sualınıza də cavab yeyirik, verə bildim yoxsa? Hər şey peylaşkidə. At çəkmədiniz. İstəyirsiniz biləsiniz ki, mən Bəli. harada çox pul qazanmışam. Və mənim sizə sualım odur ki, çox pul nədir?
Birinci biz bunu bilməliyik. Çox pul. Yəni məsəl üçün bir yandan Elmətin Cəfərov sizi çağırır. Bir yandan da Şükran Sultanov Elmətin sizi Cəfərov çağırır. məni çağırmır, bax bəs mən dedim. Axı Biz bayaq- biz bir yerdə işləmişik onunla. Ramil deyir ki, heç Çağırmaq kim, heç kimi olmuyor. o da Biz bir çağırmıyor. yerdə iş qurmuşuq. Yox, yox, mən demirəm çağıracaqlar. Prosta yəni əgər seçim arasında qalsanız, kimlə davam eləyərsiniz? İndi Elmədin bir layihəsi olacaq və mənə deyəcək ki, Ramin, gəl bir yerdə işləyək və Şükran olacaq. Deyəcək ki, Ramin, gəl bir yerdə. Bu seçimi istəyirsinizsə cavablandırmaq. Hə? Mən Şükranla işləyəcəm. Amma o demək deyil ki, mən Elmədin hansı bir əstağfurullah kölgədədir və ikinci plandadır. Yox. Sadəcə olaraq mən bayaqlar dedim ki, zamanə bu dəqiqə bunu tələb eləyir Belə deyə. daha rahatdır, belə daha Bəli. komfortludur. İnşallah Cavabımı aldım. qane edər. Elməttin də bizim Təşəkkür edirəm. dostumuzdur. Hamımız Elməttin salamlayırıq. Yox, mən düşünmürəm ki, mən Yox. Yox, sən Yox, düz danışma, yəni, Ramil, mən başa Elmət düşürəm. boynuna qoy. Yox, sən düz danışma, Ramil Elmətin demək- qardaş. Ağır o demirəm. Rami yəni demək istəyir ki, qardaş, mən Elmətdinlə biz bir yerdə işlərimiz olub, çörək qazanmışıq. Həm də Şükranla, amma indi seçim olsa Şükran seçərəm. Çünki belə daha rahatdır mənim üçün. belə rahatdır. Bir hərəsinin öz prinsipləri var. Yəni niyə xırdalığa gedək ki? Amma Rami heç gözləməzdim sənə. Bu Elmət verilişə yəqin ki, gəlirsinizsə, baxırsan. qardaş, siz bu suallara dözməlisiniz. Yox, problem yoxdur. Bir dənə çox üzr istəyirəm. Elmətin dəvət. Aşıya çıxın biz o vaxtlar 2007-2008-ci ildə Bəli. Elmədinlə bir yerdə bir verilişimiz vardı Ramiz Rəhmətli ilə. Arı şou. Ağrı şovdur. Yadınızda da orada bizim bir rubrikamız vardı. Adı da həmişə belə olub və indiyənə kimi bilmirəm, sizdə də bəlkə də belədir. Sancılı. İynəli suallar. Bax o iynəli suallar təxmini belə olurdu. Dəvət edəniz qoydum, elə bir sual verəcək. Çıxılmaz vəziyyətə qalırdı. Bayaqdan ona görə deyirəm Təşəkkür ki, edirəm, yaxşı sual idi. Çox İynəli minnətdaram suallar sizə. verin. Yəni Ramil Şükrandı səmimi cavab verəcəklər hamısı. Bizim baş sponsorumuz olan Unibankdan bizim qonaqlara hədiyyələr var. Gətirin, Bəli, gətirin, bəli. gətirin, gətirin. Cüt hədiyyə. Orada cüt hədiyyə. Cütün bir tayı yoxsa cüt bölümü? İkisi də içindədir. İndi mən izah eləyəcəm nədir. Aha. Sizə aid 2 dənə premium kart var. Nə gözəl. Unibankın Mastercard Black Edition və Mastercard World Elite kartlar. İndi öz aranızda bölərsiniz. Kimə Black Edition? Singapur var. İçində Nicatın bütün qanararıdır. Ya Allah. Bəli. nə qədər- Sən təsəvvür edirsən nə Ən qədər azından pul mən var? öyrənəcəm ona qədər alır. 320 manat. Normal. 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 Yarım saata itər. Bu kartın üstünlüklərindən danışmaq istəyərdim. Siz tez-tez səyahət eləyirsinizsə, bu kartla siz premium səyahət eləyəcəksiniz. Niyəsini izah eləyim. Sizi konsiyerj xidmətinə yazırsınız, biletləri göndərirsiniz, gəlib evdən hava limanına kimi VIP avtomobil aparacaq. Və sən heç bir növbədə gözləmirsən Ramin. Cəmaət növbəyinə keçirsən, fast track xidmətindən istifadə edib keçirsən. Aeroporta o hansısa bir növqə mən təşəkkür edirəm. 135-dən çox ölkədə lounge zonalarda giriş, yəni yaşıl işıqlı 135. kart 135 ölkədən danışıram sənə. Və bütün bu üstünlüklərdən yararlanmaq üçün minimal aylıq dövriyyə tələbi yoxdur, çünki Unibank sənin bankındır. Təşəkkürlər Unibank. Salam, hamınızı xoş gördük. Salam. Qonaqlarımız xoş gəlib. Şükür mən sualım sizədir. Videolarınızda göründüyü kimi sizin maşın kolleksiyonunuz var. Sizi bir gün Ferrari, bir gün Lamborghini, bir gün də Rolls-Royce sürərkən görürük. Əgər blogerlikdə bu qədər pul varsa, mən də blogerliyə başlayım. İndi mənə maraqlıdır. Siz bu maşınları blogerlikdə əldə etmisiniz? Yox, əziyyətimlə qazanmışam. Bu gün də biri artıb. Bəli. Nə Sən olursa, gəlirəm, deyirəm təzə maşınını gəl. Hansınla? Deyirəm, maşallah nə ilə gəlirsən də biz bilirik də. Deyib, bu il təzə onda gəl. Sağlığı yeni. və qismət qardaş. Çox sağ ol. Bax, neçə yaşın var dostum? Mənim 21. 21. İnan mənə 21 yaşında mən bütün bugünkü yaşadığım həyatı haçansa arzulamışam, istəyim olub və o istəyimdən geri dönməmişəm. Və haçansa mən deyəndə mən filan avtomobili istəyirəm, filan nəyisə istəyirəm, bəlkə kimlərsə cibşə, nə danışsan sən? Amma sən əsas oda istə. İstəklərini dəftərə yaz, vərəyə yaz və onun üzərindən get. İnan mənə olacaq. Belə deyim də, ilk öncə insan həyatda nə istədiyini bilməlidir və fikirdən dönmək olmaz. Disiplin, özünə inan və sənin ətrafında sənə inanan insanlar olmalıdır. Əgər ki, sənin ətrafında sən bir şeyi istəyirsən, yox, səndə alınmaz, sən nə danışsan, boş ver. İnanın, birinci o insanları uzaqlaşdırmalısınız. Ən əsası da ana duası. Ana valideyn xeyir duası da Sən də yaşlılara dəstək olursan. Məsəl üçün Mən yaşlı kateqoriyasına Yaşlıya bax getdim. bir də. Ram yatmışdı. Olsun da, yox, söhbətə qulaq asırım. Şuran, səndə nə qədər izləyici var? 4 milyon. 4 milyon, maşallah. 4 milyon bu Instagram və TikTok bir yerdədir, yoxsa? Yox, tək Instagram. Instagram. TikTok'u mən yeni açmışam deyə, yeni deyən ki, bir il olar.
Bəs 4 milyon izləyici bu çox ciddi rəqəmdir və Azərbaycanda bildiyim qədər 2 milyon aktiv istifadəçi var. Bu digər 2 milyonu hardandır? Digər 2 milyonu başqa ölkələrdən də var məndə. Bax, mən tez-tez Rusiyada oluram. Məsələn, SNG ölkələrdə. SNG var, Özbəkistan var. Orada biz baxırıq, statistika orada var. Məsələn, Dubay var. Dubay var ya, amma müəyyən kütlə, tam olaraq yox. Dubaidə Azərbaycanlılardır. Videodan asılı. Yəqin sözü bilsin, hansı bir video qlobala düşəndə, məsələn, 5 milyon oldu, 10 milyon oldu, oradan yeni axın gəlir. Yəni, bax belə. Və bu tez bir zamanda olmayıb. Hər gündə bir video paylaşmalısan. Lazımdır. Ramin, sən də Instagram, sən bilirəm, belə Məndə adamsan ki, Instagramda 86.923 nəfər adam var. Yox, bir dənə söz deyim. Səni mən yaxşı tanıyıram da. Sən sosial adamı deyilsən. Sən ancaq bu tərəf iş, yaradıcı, rejissorluq falan. Amma sizin videolardan sonra sənin Instagramın əməlli aktivləşib də. Yəni mən orada Mən də zamanı ilə yaxlaşmağa daha çox üstünlük verirəm də. Ola bilər mənim sosial mənim həyatım deyil, amma mən öz həyatıma məcbur qatmalıyam. Çünki zamanı mənə gəlir ki, onu tələb edir. Super, xeyirli olsun. Bir söz deyim əziz qardaş. Bu işin reallığı bizsiz harda ölçülür? Bax, məsələn, var da Instagramda 3 milyon izləyicisi olan, 2 milyon izləyicisi olan insanlar. Sadəcə olaraq şəhərə çıxıb kənardan izləmək lazımdır. Əgər həqiqətən sağ olsun bir rəğbət qazanmışıqsa, gəlib bizlə hansısa bir kütlə şəkil çəkdirirsə, demək ki, biz Tanınmışlıq var, təbii ki var. Bəli. Belə deyim də, mən açıq deyəcəm, mən xarici səhifələrə baxıram, götürürəm, olar bəzi belə deyim, izlədiyim, bilsiz necədir bu sistem? Bəzi izlədiyim xarici olan blogerlər var ki, mənə qismət oldu, vallahi onlarla bir video çəkmək, rol edəcək, özlərinə deyirəm. Məsələn, bir Ahmet Osman var Dubayda, mən ondan bir rolik götürdüm, çəkdim, uğradım. Onlar da, yəni burada bir şey yoxdur. Onda o video 8 milyon olmuşdu, məndə 79 milyon. O mənə özü yazıb dönəcək ki, Dubaya gələndə xəbər ilə bir bərabər video çəkər. Qaldı ki, Azərbaycan komediyasına burada Raminin dəstəyi çoxdur. Çünki Ramin həm rejissor cəhətdən və aktyor olaraq mən bu kişidən öyrənəcəyim çoxdur. Məsələn, bir də dedim ki, Ramin, məsələn, deyir gözlə, məsələn, bu sözü bu formatda deməlisən. Deyə bilməyən deyir ki, elbir ki, filan yerdə durmuşsan, sənə bunu deyirsən, necə reaksiya verərsən. Belə-belə mənə aktyorluğu bu insan elədi və komandamıza artıq 2-3 senaristlərimiz də var. Komandada get-gedə böyüyür aslında. Var, maşallah. İlkini tanıyıram, İlkin də bizim dostumuzdur. Burada oturan istər gənclər və yaxud da eşidən istedadlı gənclərə mənim qapım hər zaman açıqdır. Şükran, görürsən, səninlə mən meyvə yeyən idi, mən bilirəm, özümü saxlayan birik, meyvədir, odur falan. Burada nə qədər gözəl təamlar var, məhsullar var. Mən buna görə həm gözəl atmosferi olan bütün kollektivə öz təşəkkürümü bildirirəm. Irish by Hollywood. Sağ olun ki, bizə belə bir gözəl şərait yaratmışsınız. Talih Yüzbəyovun gündəmdə olan qadınların estetik əməliyyatları ilə bağlı reklam videosu sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Bir çoxları bu videonu qadınların hədəf alınması kimi qiymətləndirdi. Sizcə Talih bəy düzgün addım atmışdı? Siz özünüz belə həssas mövzuda video çəkərdiniz? Bax, mən bir söz deyim. Talih Yüzbəyov ağıllı insandır. Nə danışığını bilən insandır. O belə bir kütləvi şəkildə böyük bir səhv kəlmə çıxardacaq insan kimi görmürəm mən onu. Açıq sizə deyim. Yəni orada səhv bir şey, belə pis bir şey deməyib baxır, kimisə aşağılamayıb. Və mən açığı özümdən deyim, estetik eləyən xanıma da mən pis baxmıram. Məncə bir xanımın əgər hər hansı bir estetikə ehtiyacı varsa, məncə o eləyə bilər, normaldır bu. Çünki xanımlar hər biri gözəldir və daha da baxımlı olmağı üçün müəyyən prosedurlar var ki, müəyyən yaşdan sonra onu məncə eləməlidir. Mən öz fikrimdir, mən şəxsən pis baxmıram və Talih bəy də orada kimisə, üzr istəyirəm, təhqir edəcək, aşağılayacaq bir söz deməyib. O da onun fikridir, normal yanaşmaq lazım. Sadəcə bu qədər böyütmək, nəsə kimsə onun üzərindən xayıb tutmaq zat, olmasa yaxşı işlərlə məşğul olsunlar da, elə bir şey çəksinlər. Görürsünüz necə, yəni əsas odur ki, reklam tutarlı oldu, əsas odur baxıldı və əsas gündəm yarandı. Mən bunu gördüm ki, elə bir iş gördü ki, o bir gündə partladı və möhtəşəm oldu. Başqa mən orada heç bir şey görürəm, orada pis heç nə yoxdur. Estetik eləyən xanım da pis deyil də, normal da ola bilər də, nə var ki burada? Bir də görsən kişilərimiz eləyirdi, getdi mən saç əkdirdim. Niyə eləməliydim, o tökülsün gəzim, yəni mənim fikrimdir. Bəli, qaqaş. Gözəl də ola bilərdi.
Görürsən, nə eləməliydim, tökülsün gəzin. Mən niyə gəzirəm belə? Niyə belə gəzir bu gündə? Vay. Reklamın əsas məqsədi nədir? Onu müzakirə etsinlər və müzakirə olundu. O tərəfdən öz hədəfinə çatdı. Digər fikirləri isə Talehlə mən özüm müzakirə eləmişəm və düşünürəm ki, burada çox həssas bir mövzuydu. Həm tərəfini də tutmuşam, həm də qarşı da çıxmışam. Qadınların estetik etməkdə səbəbi nədir? Kompleksdir, özgüvənsizlikdir və sər və ilahır. Və bunu yaradan da kişilərdir. Biz kişilər kompliment vermirik, belə bəyənmirik, body shaming eləyirik deyə qadınlar da deyir ki, kompleksləri yaranır və gedirlər özgüvənlərini artırmaq üçün normal bir şeydir. Şükran dediyi kimi, burada qeyri-adi və yaxud pis bir şey yoxdur. Bir qadının və yaxud kişinin estetik etməyində qeyri-adi və pis bir şey yoxdur. Budur məsələ. Mən də cavab verim, yoxsa bir Təbii ki. Mən düşünürəm ki, əgər Talehin və o komandanın məqsədi belə şişirdib bu cür reklam eləməksə, ayaqüstü alqışlayıram, çünki məqsədlərinə çatdılar. Əgər marketinq yox, bunu belə bir estetik tərəfdən yanaşıblarsa, görüntü, reklamın bu variantına yanaşıblarsa, o Talehin və o komandanın öz fikridir. Ancaq mən istəyərdim deyəm ki, gənclər istəməzdim görəm, istəməzdim xanımlarımız, bəylərimiz estetik eləsinlər. Çünki gənclər artıq özü gözəllikdir. İndi xırda bir şeydir, biraz burnumuz adımız ətdir. Yox, mən deməzdim, əslində ehtiyac varsa, niyə olmasın? Sən elə fikirlərsən, mən düşünürəm ki, gənclik özü gözəllikdir, ehtiyac yoxdur işinə. Əlixan, body shaming dedin, nə dedin? Onu açıqla cəmaət başa düşsün. Body shaming verilişdən sonra... Bodybuilding aidiyyəti yoxdur. Yox, bodybuilding aidiyyəti yoxdur. Zaqar kremizadır. Yox, bayağı dedin. Body ilə bağlıdır. Body ilə Mən bağlıdır. eləyim body shaming, yoxsa eləməyim o? Shame utandırmaqdır, bodydəki bədəndir. Yəni, misal üçün, artıq çəkisi olan insanlar... Bədəni utandırmaq. Sən deyirsən ki, sən köksən və yaxud sən arıqsansa, deyirsən ki, çox arıqsan, body shaming deyirlər ona. Onda mənim body shamingim var. Sənin də var, onun da var. Onda keçəl ola bilər. Məndə var. Keçəl. Mənim body shamingim güclüdür. Məndə body shamingim belə də ağırqam ona görə. Qanı elədi. Bəs siz belə bir video çəkərdiniz? Sual hələ oradadır. Bəs biz nə varardıq deyil? Elə video çəkərdik. Elə video çəkərdik. Da çəkib də qardaş, biz ikinci dəfə Bəs o eləyəcək. çəkməsəydi, siz özünüz çəkərdiniz? Elə videonu, mən ağlıma o ideya gəlməmişdi. Mən beynimə gələn ideyanı müzakirə edib çəkirəm. Bəlkə də gəlsəydi, maraqlı ideyalar görəndə əslində mənim xoşuma gəldi. Dedim ki, halal olsun. Qani elədi xanım. Ha, bəli. Hər şey belə yaxşıdır ümumiyyətcə. Hə? Yaxşıdır. Dostlar, yaxşısınız doğrudan. Bir öz-özünüzü alqışlayın, xahiş edirəm. Çünki belə... Bax, sən bodybuildinglə məşğulsan, fitnessdir, buna necə xitab eləmək lazımdır? Düzgün forması nədir? Mən bodybuilderəm, mən fitnesslə məşğulam, fitness treyneram. Necədir düzgün Ümumiyyətlə, forması? o Deyilişi o yəni. idmanın federasiyanın bir adı vardı. Azərbaycan Fitness və Bodybuilding Federasiyası. Bu yarışlar bodybuildingdən keçirilir. Yəni bodybuildingçi demək, yəni belə deyim də, yəni mən sual təbii ki, görən idmançısan, yarışda qalib olmuşam. Hansı növündə yarışın? Bodybuildingdə. Birbaşa fitness bodybuildingə bağlıdır yəni. Və bodybuildingdə, misal üçün, siz səhnəyə çıxanda xüsusi bir mas çəkirlər ki, bütün relief formalar düzgün görsənsin. Əgər o forma səndə varsa, daha Məndə o yoxdur. işığın altında qaralmalıdır, zaqar olunmalıdır. Ona qədər biz salərlərdən də keçirik. Son gündə biraz parıltı vurulur və çıxırsan səhnəyə, işıq vuranda daha aydın görürsən. Ağ bədəndə tam olaraq Ağ bədəndə gölgələri görmək olmur. Və sən dedin ki, günəş vannası alırıq. Bizim xüsusi sponsorumuz olan Rossmanndan sizə hədiyyələr var və mən istəyərdim ki, hədiyyələr gəlsin, mən də deyəcəm ki, içində nə var. Şükürlər mənəsinin Bax, birinin içində mən indi Ramillə köməkləşib tapa bilərik. Mən bir şey göstərmək istəyərdim sizə. Yox, burada deyil. Bax, oradadır. Gördün, Şükrana düşdü. Bu sizindir, qardaş. Hər şey var. Bax, bu haqqı danışmaq istəyərdim. San Azon Sport SPF 50. Günəşin zərərli şüalarından sizi qoruyur, üstünüzə qum yapışmır və ümumiyyətlə yapışqanlıq hissini aradan qaldırır. Və nəzərinizə çatdırmaq istəyirəm ki, günəş spreyi təkcə xanımlar üçün deyil, həm də kişilər üçündür. Düzdür, yiyəsinə qismət olur. Əslində yox idi. Bir də sizə bir şey deyim ki, halal olsun ki, bu qədər hədiyyə verən ikinci bir veriliş tanımıram. Yoxdur. Zarafat bir yana. Hələ var, qabaqdan hələ var. Doğrudan deyirsən. Getməyəcək. Rossmann Azərbaycan sərfəli qiymətə
Alman keyfiyyətini təqdim edir. Burada təmizlik vasitələri, kosmetika, şəxsi baxım, uşaq və körpə məhsulları və ev aksesuarları tapa bilərsiniz. Dünyaca məşhur brendlərlə yanaşı, keyfiyyəti ilə seçilən Alman istehsallı məhsullar da geniş çeşiddə tapa bilərsiniz. Müntəzəm kampanyalar və endirimlər sayəsində keyfiyyətli alış-verişi daha sərfəli etmək mümkündür. Təşəkkürlər Rossmann Çox sağ ol. Azərbaycan. Manuş babaya oxşayır, doğrudan oxşarlıq var, özü də zarafat edirəm. Şirin baba. Faktura gözəl, saat, saqqal. Hə, Ramil, özü də bir Əlbəttə ki, bir obrazdır. Bir insan özü üçün bir Mən bir obraz dəfə var. yarışa elə bir saqqalla çıxmışam. belə bir saqqal. Ağarmışdım saqqal. Ağarmış saqqalını. Yüngül xortdan Fərqli oxşayır göz. amma evi yox. Qarışıq. Həsən onu da götürdün də sən Avropana. Deyil. Düzdür? Hə, yox, ondan sonra. Kefin yoxdur elə bir hamısı Bilin, ağır mən yerinə kimi çevirir. Götürdüm bir. Soyuq deməyiz adam. Birinci dəfədə biraz həyəcan ola bilər. Bəlkə istəyirsə bir yaxalanıb gəlirsən, burada bizim şərait var. Yox? Yaxşı da şey. Buyur. Bu yaxınlarda dostumun balaca oğlundan söhbət elirdim. Soruşdum ki, böyüyəndə nə olmaq istəyirsən? Cavab verdi ki, bloger. Soruşdum, niyə bloger? Cavab belə oldu ki, onlar çox yaxşı pul qazanırlar. Bugünkü gün uşaqların müəllim, mühəndis, həkim olmaq əvəzinə bloger olmaları normaldır. Blogerlərin uşaqların həyatında əsas örnəyə çevrilməsi gələcəkdə mənfi nəticələrə səbəb ola bilərmi? Belə deyim də, qardaş, o bloger deyilik daha doğrusu. Bunun özünün hansı bir peşəsi olmalıdır və onun üzərindən vloqunu aparmalıdır. Mən havadan hansısa bir videonu çəkib, mən blogerəm deməmişəm. Mən idmandan başlamışam, idman sahəsindən başlamışam və vaxtında həvəsim olduğu komediyaya qatılmışam, oradan başlamışam. Ona başa salmaq lazım ki, oğul, hansısa bir işlə məşğul ol və o iş haqqında cəmiyyətə yararlı bir şeylər, faydalı bir şeylər paylaş, faydalı bir şeylər göstər. Orada bir şey yoxdur. Əslində yaxşı ola bilər, başqa digərinə örnək ola bilər, yaxşı bir nəyisə götürə bilər oradan. Yoxsa sıfırdan durum bir dənə, belə üzr istəyirəm, bir nəfər stəkanı yerə qırsa, maşına çırpsa, çəksə, o da bir güclü baxış verəcək. Bloger sayılmır. Bir şey də var. Şükran biri blogerdir, başa düşdük. Şükran həm də idmanla gənclərə tövsiyə verir. Yəni Mən hər şeyi nə eləmişəm, idmanla əldə eləmişəm. Bəli, sağlamlıq təbliğ edirik, yəni. Mən bir söz deyim, mən özüm ümumiyyətlə bloger, influencer hesab eləmirəm. Bəlkə o kriteriya görə uyğun gəlir, amma mən özüm daxilimdə onu hesab eləmirəm. Amma sizə bir söz deyim, uşaqla bağlı nədir? Bu dəqiqə Nicatın 2 yaşlı qızı var. Allah saxlasın, Allah hamın balasını saxlasın. Allah hamın balasını. O uşaq bayaqlar danışırdı ki, əlinə telefonu götürür, YouTube-a rahat girə bilir. Biz öz yaşımızda o bilmirdik. Ola bilər ki, yox idi bizdə telefon. Ancaq uşaqlar zamanı biraz çox dəyişibdir. Bizim də evimizdə 3 yaşlı biz qardaşım uşağı var. O da əlinə telefonu alır, harası girir, baxır və iqra oynayır, hər nəysə. O vaxt yox idi o. Demək ki, zamanı nəsə başqadır. Daha asantaja, daha qısalıb beyin nəsə başqa cür işləyir. Yəni hər əlində tutub çəkən də bloger sayılırsa, bilmirəm, onda mən də blogeram. Bizdə sadəcə bəzi insanlar bu blogerdir, influencerdir, bunları biraz ucuzlaşdırır. Gəlsin bir dənə telefonla belləsin, getsin, o deyil. Şəxsən mənə kimsə deyəndə ki, qardaş necəsən, bir dənə gələrsən, o eləyirsə bir dənə çəkib paylaşıb, bizə hörmət eləyərik. Hörmət eləyərik nədir? Biz bura can qoyuruq, işləyirik, biz sən nə hesab eləyirsən? Sadəcə olaraq öz üzərində daimi işləməlisən. Ay, mən bunu elədim, əladır, yox, elə deyil. Sən eləməyəcəksən, başqası eləyəcək. Davam etdirməlisən inkişafı. Çox sağ olun. Mən sizin videolardan həmişə diqqətlə baxıram. Görürəm ki, məhəbbət obrazını belə incidirsiniz, onu stresə salırsınız, qorxur. Qorxu da olanda insanın mədə bağırsağı düzgün işləmir. Başa düşdünüz, o sistem pozulur. Ondan da deməli. Stressdən əlbəttə, ondandır. Amma bunun məndə çarəsi var. Əli xan, xahiş edirəm. Xahiş edirsənsə, mən Raminə Linux Forte-ni tövsiyə görərdim və mən demək istəyərdim ki... Video çəkməmişdən əvvəl bir dənə artırsan, sonra başlasan video. Bəli, video çəkməmişdən əvvəl gündə 2 dəfə qəbul eləyə bilərsən. Həzm prosesi üçün. Linux Forte bağırsaqda olan disbakterioz, ishal, köp, qəbizlik, bu kimi problemləri aradan qaldıran probiotikdir. Xüsusilə antibiotik qəbul edən və yaxud kursu bitirmiş insanlar üçün daha faydalıdır. Linux Forte-ni müntəzəm istifadə edərkən bağırsağın düzgün işləməsinə, ümumi sağlamlığa, hətta əhval-ruhiyyəyə müsbət təsiri var. Münasib qiymətə Avropa keyfiyyəti. Təşəkkürlər Linux Forte. Biz istəyərdik bir rubrikaya keçid eləyək. Komandaya bölüşürük. Maraqlı. Komandaya Şükranla Nicat, Raminlə mən. Siz bir dənə hərf seçməlisiniz.
Nicat, Şükrana suallar verəcək. Şükran isə suallardan öncə bir dənə hərf seçməlidir. Eyni qaydada da bizə aid. Və onun verdiyi sualların bütün başlıqları o seçdiyin hərflə başlamalıdır. Onda M. Sürətli cavab verməlisən, ha. Suallar da sürətli gəlir, cavablar da sürətli gəlir. M Səhv də hərfini cavab verə seçirsiniz. bilərsən ha, yəni. Ha, yaxşı. M hərfi. Ha. Bəs sizdə? B. Sən nəzdi bilə saldın özünü. Başlayın. Başlayın. Siz Doğrudan. nə bilim? Qəşəng. Adın nədir? Mukran. Ən çox qaldırdığın çəki nə qədərdir? Manat. Səhər duranda yerində 3 dəfə nə qışqırırsan? Mama. Şükran hansı maşın almağı xəyal edir? Maybach. İlk puluvu harda qazanmısan? Maşında. Haqqında film çəkilsə adı nə olar? Uzun cavabı da verə Mən. bilərsən. Məhəbbət səndən niyə ağıllıdır? Mən bilmirəm. Axırıncı səfər kimdən mesaj gəlib? Mametdən. Şükranın qorxduğu heyvanlar hansıdır? Mamba. Nə? Mamba ilan var. İlan bərk. Qaraman. Ən sevimli köynəyin rəngi nə rəngdir? Mavi. Mavi. Adın nədir? Daşdəmir. Ən çox qaldırdığın çəki nə qədərdir? Neçə yaşın var? 9 kilo. Neçə yaşın var? 90'lardan qabağam. Ramin Hacıyevin Elmətdindən yaxşı aktyor olmağının səbəbi nədir? Doğrudan. Elə deyirlər. Ən xoşuna gəlməyən Azərbaycan filmi hansıdır? Dadaş Balanın Oyda. macəraları. Bir filmi neçə manata çəkirsən? 99 manata olar çəkmək. Şükranı nə ilə döyərsən? Dubin Canyon. Oyda. Ramin Hacıyevin kubiri hansı aktyordur? Dolph Lundgren. Dünya çempionatında hansı ölkəyə fanatlıq eləyirdin? Daniya yox axı. Yaxşı Daniya. Cibində nə qədər pul var? Hamısı yarı 9 manata o qədərdir amma 9 manat. Ən xoşladığın yemək? Burada variant yoxdur, dolmadır. Hansı? Üç bacı, yarpaq, İkisi də. kələm. Kələm üçü də. odur. Kələm odur amma o ikisi. Hə. İkisi. Uşaqlar, mən istəyirəm verişimizin bu anında. Görəm istidir. Nəsə belə içəcəklər istəyirsiniz. Bizim xüsusi sponsorumuz olan Buz Tea buradadır. Xahiş edirəm alqışlarla. Hey, mama said the way you move gonna make you sweat, gonna make you melt. Təşəkkürlər Buz Tea. Cavidan Novruz buradadır, bəli. Arıqlayandan sonra Cavidan çox dəyişib. Alqışlayaq Cavidanı. Sən nə oldu Cavidan? Çox arıqlamısan. Hər birinizi salamlayıram. Mənim sualım Ramin bəyədir. Ramin bəy, siz illərdir seriallarda böyük komandalarla çalışmış rejissor və aktyorsunuz. Üstəlik tamaşaçıların da sevdiyi Məhəbbət adlı bir obrazınız da var. Təşəkkür edirəm. Adətən görürük ki, bəzi insanlar telefon çəkilişləri ilə başlayır, zamanla böyük layihələrə keçir. Siz isə əksinə, böyük layihələrdən başlayıb telefon çəkilişlərinə keçdiniz. Buna səbəb nə oldu? Bayaqki Əslində aşağı yuxarı. dediyim zamanına yaxlaşmaq, bunu qoyaq bir qırağa, indi başqa variantını deyim. Siz telefonla çəkilməyini çox xırda bir şey bilməyin. Çünki biz, əslində elə ola deyil. bilər ki, çox üzr istəyirəm, ola bilər ki, biz televiziyada, bəli, tüm nailiyyətlərin demək olur ki, oradan olubdur. Ancaq telefon bu dəqiqə hamının əlində var. Yəni televiziyada ola bilər hansı bir veriş 10-15 reyting faiz etibarilə verirsə, telefonda sizin baxdığınız hardasa rahat bir 50-60% verir. Hələ qlobala düşməsə belə. Ona görə də biz, yəni telefonda olanlar xırda balaca layihə saymıram. Deyil, Şükran? Elədir. Əlbəttə, telefon məncə ən səmimisidir və ən tezdir. Bütün dünyada da bu dəqiqə aktual telefondur. Çəkdin, paylaşdın. Televiziya mən üçün bir ayrı bir leveldə həqiqətən də. Yəni onun yerini heç nə verə bilməz. Amma bugünkü gündəm üçün yəni bu telefon tələb edir ki, ona görə də heç də yəni yuxarıdan aşağı düşdün, aşağıdan yuxarı düşdün mövzusu burada gedə bilməz. Hər şey nisbidir də. Əgər sizin üçün televiziya böyük bir məfhum sayılır, telefon kiçik məfhum sayılırsa, insanlar var ki, televiziya onun üçün heç nə və telefon onun üçün daha dəyərlidir. Yəni baxdığımız hər nədirsə o. Başa düşürsünüz. Amma mənim üçün də əlbəttə ki, Şükran dediyi kimi mənim üçün də televiziya prioritet bir məkandır. Amma telefon ikinci dərəcədə olsa da bu dəqiqə həyatımızın 90% elə telefondur. Təsəvvür eləyin ki, ömrünüzün sonuna kimi iki seçim arasındasınız. Ya televiziyanı seçməlisiniz, ya da ki, sosial medianı. Hansını seçərsiniz? Mən səmimi deyəcəm. Sosial media. Sosial media təbii ki. Bilirsən, mən indi də düşünürəm ki, mən sosialda nə qədər qala bilərəm axı. Mən hələ bilmirəm. Mən elə ki, 1-2 il
ömrü var mənim sosialda olmağıma. Nəyə görə elə Ola bilər, düşünürsən? çünki elə indi bu dəqiqə onu elə düşünürəm. Ola bilər ki, hansısa müəyyən vaxt gələcək, mən düşünürəm ki, hə bununla belə davam eləmək olar. Baxın mən nə qədər bu obrazla hara qədər gedə bilərəm, mənim özüm üçün maraqlıdır. Yox, sən obrazı dəyişə bilərsən. Onu deyirəm də, yəni dəyişib və sevilmək var axı. Əslində, Dəyişdi, əslində maraqlı. bax mən belə Sən deyim. əgər sevgini qazanmısansa- sevgini qazanmanı qazanmısan. Sadəcə bu yerdə insan gələ öz üzərində işləsin, inkişaf Yenilik etsin. qatsın. Mən məsələn də belə açıq deyim də otururam, komandanı yığıram, neyiniyək, nə yenilik eləyək. Sadəcə dünən sənə dediyim kimi öz rayonumda idim. Göstərmə izləyicilərlə daimi kontaktda olmaq lazımdır. Belə bir şey deyim, Anthony Hopkins'in hardasa səhv eləmirəmsə 70-80 yaş, hədə 82-dir, 81-dir bilmirəm, hə. Oscar'ı alıb qardaş. Tanınmışdı, dünyaca məşhur aktyordur, hə. Amma girib Instagramına baxsan yenə də ordadır. Doğrudan. Vallahi. Yəni onu demək istəyirəm ki, yaş məhdudiyyəti yoxdur. Çox sağ ol, mən təsəlli verirəm. Ciddi deyirəm, zarafatçı. Ramil sevindi, almışlar. Ramil sən tək deyilsən. Artıq çəkidən qurtulmaq təkcə görünüş deyil, həm də sağlamlıq məsələsidir. Xüsusilə qarın və bel nahiyəsində toplanan piylərə çox vaxt insulin dirənci və nəzarətdən çıxan iştah səbəb olur. İtaliya istehsalı olan alfa-xrom iştahın və şirniyyata meylin azalmasına, insulin direncinin idarə edilməsinə, qarın və bel nahiyəsində piylənmə ilə mübarizəyə, həmçinin qaraciyər yağlanmasının azalmasına dəstək məqsədi ilə istifadə olunur. Tərkibindəki alfa-lipol turşusu isə güclü antioksidan təsiri ilə orqanizmin qorunmasına kömək edir. Alfa-xrom arıqlamaq üçün qida əlavəsi. Öncəliklə hər kəs salamlayıram. Sual vermək istəyərdim ki, siz son müsahibələrinizdən birində qeyd etmişdiniz ki, buralara ananızın duası ilə gəlmişsiniz. Allah ananızı uzun ömür versin. Mənim də anam mənə dua eləyir, amma nəsə hələ ki ortalıqda bir şey yoxdur. Ona görə istədim soruşum ki, sizcə mənim anam dua eləyəndə harda səhv eləyir? Şükran, sən suala cavab verməmişdən qabaq demək istəyirəm ki, ana da burada oturub. Doğru. Bax qızım. Amma siz ona Rəfiqə deyirlər. Heç kim demir, inansın. Allah saxlasın. Sizi birinci ay bala sizi saxlasın. Sonra o biri balanı saxlasın. Bax qızım, sən onu başa düşməyin üçün, anlamağın üçün sən hələ balacasan. Biraz böyüməlisən ki, mən dedim həm onu ana duasını, xeyir duasını başa düşəsən. Sən maşallah maman da sən də gəncsən hələ. Dəqiqədən şükürəm. Bax, mənim də anam var, Əli xanım da. Ana duası necə olur? Bax, biz də bir anamıza da dua eləsin, bizdə də olsun. Yaxşı, o gəncdir, bizə Mən gənc deyirəm də, hə. gənc deyil. O duanı bir də mənim mamaya öyrədim də hər gün yazım ona. Həftənin tək günləridir. Tək günləri. Yəni Otururuq yazıla evdə. bilərsən, onun da öz şeyi var, zapisi var. Gəlin o duadan verək qardaş, işləyin də. Şükran yeganə oğlandı ki, ana duası ilə maşın kolleksiyası yığıb özünə. Bu gün də bir dənə maşın alıb alqışlayaq sağlıqla. Mənə bizə verdi. Xanıma cavab vermirsiniz, gəncdir. Anası da gəncdir, amma məncə başa düşər, əgər sən cavab versən. Bax, belə bir söz deyim daha. İstəyirsən mən deyim sırası baş. Hər kəsin öz anası gözünün qabağına gəlir və sizə bir söz deyim ki, analar yavaş-yavaş yaşlandıqca siz onun dualarını hiss edəcəksiniz. Hələ var, O hələ var. nöqtəyə nəzərdən dedim də. Bax, əslində bilirsiniz necədir? Bax, biz doğrudan da mən demirəm ki, tək mən bu çətin günlər yaşamışam. Hamının həyatında, hər kəsin həyatında çətin günlər olur. Doğrudan da mən belə deyim də, mən bunu sınamışam. Mən anama pul verdiyim gün, qazancımı onunla böldüyüm gün Allah mənə yetirir. Elə də olmalı. Valla səmimi deyirəm. Yəni bilməm nə sistemdir bu, necə qurulubsa, mən valideyni bir eləmsə, onun 10 qatı geri qayıdır. Yəni mən bunu görmüşəm özüm. Mən başqasında sizdə necə elə deyir? Başa vermirsən nə sizə? Bir də bilsiniz, Təkcə mən qazandığımdan gəlim. bir də bilsiniz, pul mən götürdü ha, ben əslində seçkirsən. Şuran o sözü deyəndə mən fikirləşdim ki, qardaş, nətər indi dursun deyə ki, qardaş da deməliyim. Hardan qazanmısı sualın cavabı ancaq belə ola bilər. Demək, 10 min verdim filan kəsə, oradan qazanç gəldi 15 min hesablayın. 15 mindən bir dənə ev aldım, satdım. Bunu deməmək üçün bir dəfəni deyir ki, valla anamın duasında, başa düşürsünüz. Onun hamısını xırdalamaq olmur axı. Amma həqiqətən də ana duası mütləq. Dua eləyirsiniz, sən deyirsən öz ki- balanana dua eləyirsiniz. Əlbəttə ki, hər bir ana öz övladına dua eləyir. Amma məncə, mənim fikrimcə, hər bir ananın duası ürəyində qalır. Doğrudan da hər bir an, hər bir belə dəqiqə, saniyəmi deyim, beynində bir də ürəyindədir. Mən elə düşünürəm, bəlkə başqa cür düşünənlər var, amma Çox üzr istəyirəm. iki övladım var, ikisinə də hər qarşı, Allah yəni saxlasın. beləyəm. Uşaq evə geyiş gələndə
evlad evə gələndə, həyat yoldaşı fikirləşir ki, görəsən hardadır, kimin yanındadır, çox üzr istəyirəm. Yeganə ana fikirləşir ki, harda olur olsun, başı sağ olsun. Elə deyil. Əlbəttə ki, Deməli, ana duası elə belə şey Allah deyil. qorusun, alalar, atalar. Mən bir şey, Rami, bayaq dedim ki, görək analar yaşa dolduqca onu hiss edir. Cavan anaların duaları qəbul olunmur? Cavan dualarını, analarını balalar hiss eləyə bilmirlər. Ya hiss eləyə bilmir, yəni pul gəlmir, hiss eləyə bilmir, yoxsa necə? Sən puldan yapışırsan, hə pul gəlmir sonra. Pul gəlmir. Hə, pul gəlmir. Daha yaşlı analar dua eləyəndə pul gəlir. Hayat çəkdi bu anaları. Sən 5-ci gün gəldin. Yox, mən sənin müsahibəndən sonra mən hər gün mama yazım. Mama dua, mama yaz. Yaz abala, dayan, mama. İndi çıxacam buradan, sən gelin bax. Bu lezə olur işte. Mənə əslində onu yazırlar. Deyə görə evdə dolaşıram. Sən dua necədir, mən də alımdır. Mən təklif eləyərdim ki, əgər mümkünsə, sən Nicatı qardaşlığa götür. Mama övladlığa götürə bilər Nicatı. Bu Heç götürmür. Gecə gündüz. Doğum günü idi anamızın. Dedi, sən də mənim bir oğlumsan. Niyə də? Sən narahat olma, Əli xan. Hə, ona görə artır yavaş-yavaş. Hə, ona görə, hə. Yavaş-yavaş. Hiss eləmirsən? Sponsorlar zaten. Mama ad günə gəldim. Ondan sonra zənglər, zəng, layihələr. Niyə? Hə. Dua, ana duası. Hə, elə. Mən də dua elətdim amma orada şey olmadı. Qan elədi cavab. Əlbəttə, qane elədi. Gündə neçə dəfə yemək yeyirsiniz, qidalanırsınız? 3-4 dəfə hamı Şuna sən 3 dəfə. Hal-hazırda 3 dəfə. Nəsə bir xüsusi hazırlaşma yarışdadılanda 5 dəfə falan yeyirəm. Olur ki, acımısan, o sənin xüsusi yeməyin yoxdur da yanında. Gecə saat 2-dir. Gecə saat 2, 3 işləyir, bilmirəm. Acımısan dəhşət. Soyuducunu belə açırsan, birinci orada nəyi bişirə bilərsən, tez bazar olsun, nə bilim, nəyi doğrayıb yeyə bilərsən. Bişirmək deyəndə ki, yəni mən o xal deyim ki, soyucunu açdımsa, demək ki, mən o pəhrizi pozacam, ilk növbədə mənim qarşıma orada kalbasa, pendir çıxır. Bəli, mən onu eşitmək istəyirdim. Bizim xüsusi sponsorumuz olan Hala Neymət Min Bərəkət. Xahiş edirəm, alqışlayın. Ramil Şükran, məncə bu Hala Neymət Min Bərəkət sizə Çox tanışdı. Çox, bəli, tanışdı. Bu bizim illərin dostudur. Bütün heyət, bütün rəhbərlər kimi hamısından dostumuz, qardaşlığımız var. Çox gözəldir, həmişə məhsulları olub. Bəli, 30 ildən çoxdur fəaliyyət göstərirlər, bəli. Rahat 2009-cu ildən də biz bacanaqları bir yerdə Yox, işləmişik. siz bunu dəqiq verəcəksiniz, yoxsa qaytarırım? 100%. İnanmıram ha. 100%. İbrahim Zəmiz onu maşını yerləşdirin tez. Bəli, bu sos biz sonra böləcəyik. Hə, indi öz aramızda kim hansı xoşlayır? Kim düşünür ki, bizim qonaqlar qeyri-səmimidir, qırmızı işarələri qaldırır. Kim düşünür ki, yox, səmimidirlər, göy işarələri. Buyurun. Qardaş, bir dənə steak da sifariş eləyər sonra. Eyvə aparırsınız. Təşəkkür edirik. Bəli. Sağ ol. Hər biriniz göy işarəni qaldırdınız. Bu deməkdir ki, bizim qonaqlar da oradan da səmimi idi. Təşəkkür edirəm əziz dostlar. Bizim üçün çox xoş idi. Bu veriş mənim üçün çox çətin bir verişdir. Bayaqlar dedim. Çünki o çətinliyi biz nə vaxtsa da yaşatmışıq və yaşatmadığını yaşamasan. Bəli. Dünyadan gedərsə olsun. Sağ olun, minnətdarım. Təşəkkür. Çox sağ olun. Çox sağ olun. Amma Rami, onu da deyim ki, o Arı Show bir köprü veriş dördü. Bu veriş Baş sponsorumuz olan Unibank'ın post terminalı gəlsin. Bəli, biz həmişəki kimi Nicat Unibank'ın Mənim kartı gözəl ilə qardaşım, mənim prodüserim ödənişi eləyir. Elobanın dayısı, pulu, kassası, qızılı gəlsin. Bəli. Nə problemdir? Bir dənə Rosmondan SPF götürürsən, vurursan, Mən qaralırsan. deyirəm Nicat odur. Xanım, hər dəfə hesabı kim verib? Xahiş edirəm. Bəli. Gözlə, tələsmədə, bilirəm hep. Almışlar. Nə edirik? Sağollaşırıq. Sağollaşırıq, bu veriliş bitdi və növbəti qonağı siz qərar verin. Şərh bölməsində yazırsınız adını, familiyasını, ünvanını, atasının adını və mobil telefonunu tapa bilirsiniz, onu da yazın. Biz də növbəti verilişə o qonağı dəvət edək. Sağ olun. Baş divarlarda sənin izin Yenə nəsə tapdın sən sonda Günahı gördün mikrofonda Qısqanırsın səbəbsizcə Mesajlarıma bax gizlicə Gözlərinə baxıb sustum Amma ürəyimdə soruşdum De görüm niyə belə Niyə bu qədər drama Mən
sakitəm sadəcə bəlkə problem buradadır. Okay! Drama, drama, drama az, gəl otur yanımda biraz. Drama, drama, drama az, sakit ol həyat çox qısa. Drama, drama, drama az, gəl otur yanımda biraz. Drama, drama, drama az, sakit ol həyat çox qısa.